Selamun aleyküm. Azərbaycan hakimiyyətinin ən fəxr etdiyi sahə biri xarici siyasətdir. Qarabağ azad ediləndən sonra və s. Bunun deməklərə haqlar da yaranmışdı. Amma son illərdə, son əsas 2 il, 3 il mənə də bu Zəngəzur, bu trip məsələsinə və Qəzzədə başlayan bu 2 il, 3 il bundan qabaq növbəti bu müharibə, qətliam, genosid deyək, bu İsrailin Qəzə zolağında müsəlmanlara başladığı bu müharibədən sonra artıq bu xarici siyasətdə də həmin fəxr edəsi bir şey qalmadı. Yəni bu mənim görüntümə görə, görünüşümə görə və niyə mən deyəcəm? Biz Azərbaycanda görünür ki, Azərbaycan hakimiyyəti əsas stavkanı Tramp və İsrail edir. Tramp və İsrail. Və o stavka Tramp və İsrail edir və bu siyasətdə davam edir. Amma mən sizə bir söz deyim. Tramp qoca kişidir və gələn axırıncı prezident belə deyək müddətidir onun və o daha prezident seçilməyəcək və çox güman ki, ümumiyyətlə bu biz Amerikada orta seçkilər olacaq. Orta seçkilərdə respublikaçılar çox güman ki, uduzacaqlar və ondan sonra ümumiyyətlə demokratlar Trump'a impeachment elan edə bilər. Yəni Trump sona qədər heç prezidentliyini davam etdirə bilməz. Əsasında bu İran avanturasından necə Hörmüz boğazında Trump'ın Amerika ordusunun, Amerika-İsrail ikiliyinin başı divara dəydi, o boş başları divara dəydi. Çünki boş başlar, boş baş olmasanlar o avanturaya getməzlər İrana qarşı və başlar da Hörmüz boğazına dəyməzdi. Çünki adi biraz İranı tanıyan adam bilir ki, İrandan əksinə bu müharibələr İranda xalqı hakimiyyətə qarşı qaldırmayasıydı. Əksinə ideoloji dövlətlərdə, ideoloji avtoritar rejimlərdə, ideologiyası olmayan avtoritar rejimlərdə bu metod gedir. Xarici müdaxilə olaraq xalq ayağa qalxır və istəmir. Bu ideologiyası olmayan avtoritar rejimlərdir. Amma ideologiyası olan avtoritar rejimlərdə dərin dövlətçilik, imperiya tarixi olan dövlət əksinə nə qədər sən avtoritar rejimdən narazısın, amma xaricdən müdaxilə olsa, xalq birləşir avtoritar rejimin ətrafında. Yəni biz bunu İranda məsəl üçün biz bunu gördük. Sabah məsəl üçün Rusiyaya qarşı xarici müdaxilə olsa, Putin'dən belə narazı olan kütlər Putin ətrafında birləşəcək. Çünki ideoloji olmayan və ideoloji olan avtoritar rejimlərin fərqi budur. Və bunu Trump və onun administrasiyası bunu qanmadı. Deyəndə bu başları boş. Mən əhəd burada oturub bunu anlayıramsa, amma Amerikanın boyda prezidenti bunu anlamırsa, onun administrasiyası, onun Rubiosu, onun Bensi, onun nə bilim kimi, onun müharibə naziri var, onu oğla bütövlüklə bunu anlamırlarsa, o deməli başı boşdur hakimiyyət. Olsun Amerika'da. Bu İsrail ola bilsin bilirdi. Bunu Amerikanın qabağa verdi. İsrail yəni burada itirəsi bir şey olmadı. İsrail əksinə Livanda getdi, yeni torpaqlar tutdu. İsrail belə deyək, öz ərazisində ərazilərini genişləndirməklə davam edir. Amma itirən Amerika oldu. Bizim də hakimiyyət stavkanı bu Trump'ı eləyib. Sabah Trump olmasa, bu Trump yolundan tutmuş, bu Trump'la bu birlik, bu qucaqlaşmalar, bu dostlaşmaların axırı nə olacaq? Biden kimi bir demokrat, Obama kimi bir demokrat gələndən sonra, biz sizə demokratlar da gələndən sonra o konkret yenidən Ermənistan mövqeyini sərgiləcəklər. Ermənistan tərəfdə olacaqlar. Elə mən digər məsələdir. Amma Azərbaycanın baxış bucağından mən danışıram. Daha geniş miqyasda məsələlərdən danışmıram bu mövzumuzda. İkinci stavkası bizim hakimiyyət, bəlkə də birinci stavkası, pardon, İsraildir. Stavka İsrail'dir, İsrail'in yanında olmadı. Hətta Türkiyə ilə müqayisədə belə İsrail'lə artıq, məsəl üçün artıq bizim məşhur jurnalistimiz var, Mir Şahin, Türkiyənin vitse-prezidentini təhqir edir, onu hansısa bir Avropada olan blogerlə müqayisə edir və s. Və o bloger bəhbəhlə bunu verir, görürsünüz Türkiyənin vitse-prezidentini təhqir edir. Ola bizim Türkiyənin vitse-prezidenti çıxışında hansısa səhvi olar və s. Amma belə təhqiramiz üsulda artıq Türkiyənin ikinci adamının bu cür təhqir eləmək, Azərbaycanın bir nömrəli propagandasını təşkil edən o jurnalist tərəfindən adları çəkmirəm mən. Həm reklam olmasın, həm də yəni bu bizim şəxslərlə işimiz yoxdur. Biz siyasətə baxırıq, strategiyaya baxırıq, atılan addımlara baxırıq və ona uyğun olaraq dəstəyimizi verir və yaxud da bunu tənqid edirik. Yəni bizim üçün şəxsi heç kəsin heç bir problemimiz yoxdur. Bizim problemimiz siyasi addımlardan, siyasi strategiyadan, siyasi ideologiyadan olan məsələlərdir. Hansı ki bizə uyğundur, dəstək verir. Hansı ki bizə uyğundur, dəstək vermir. Zaten müxalifət, normal, real müxalifət belə də olmalıdır. İsrail stavka. Amma İsrail bir balaca tarixi bilən də bilir ki, yəni ki,
məni kimi, yəni ki, bir balaca tarixdən xəbəri olan bir adam da bilir ki, məsələn, anlayır ki, bunu İsrail bir fake dövlətdir. İsrail Amerika SSR, Britaniya tərəfindən, böyük imperialist qüvvələr tərəfindən İslam coğrafiyasına, İslam ərəb coğrafiyasına qurulan bir dövlətdir, fake dövlətdir. Əsasən demək istəyirdi oydu ki, ərəb İslam dünyası onu parçalasın. Yəni ərəb İslam dünyası bir xəncərdir. O salıblar İsrailə belə parçalamaq üçün. Eynən də Ermənistanda Rus imperiyası tərəfindən qurulan bir fake dövlətdir. O da Türk İslam dünyası. Xəncər olaraq parçalamaq üçün qurulan bir dövlət. İsraillə Ermənistan. Onların missiyası budur. Amma sabah Amerika Birləşmiş Ştatları olmasa bir dövlət olar. İsrail adlı dövlət olmayacaq. Bunu bir balaca tarixi oxuyan da bunu anlayır. Və eynən də sabah Rusiya Federasiyası dağılsa Ermənistan adlı dövlət olmayacaq. Fake dövlətlər, iki dənə fake dövlət. Ona görə, yəni əgər mən bunu burada oturub anlayıramsa, hakimiyyətdə oturan o duhalar, o hakimiyyətdədirlər də, bunlar indi hakimiyyətdədirlərsə, bunlar hesab edirlər ki, bunlar ağıllıdırlar, ona görə hakimiyyətdədirlər də. Yəni, həmən o hamının özündən üstün tutan o duhalar bunu anlamırlarmı? Siz fake dövləti dəstəkləməklə siz səhv edirsiniz. İsrail zaten artıq izgoya çevrilib. Sivil dünyada, ən azı Avropada İsrail izgoya çevrilib. İsrailləri, Yahudiləri kafelərdən belə qovlayırlar. Avropadan tutmuş Latin Amerikasına qədər. Kafedə bir Yahudi oturanda fərq etməz İsrail vətəndaşı olur, olmur. Onu kafedən belə qovlayırlar. Yəni ki, İsrail izgoy dövlətdir. Yəni İran deyil, ha, izgoy dövlət. İsrail izgoy dövlət və İsrail bu vəziyyətə salan İsrail özü oldu. Həmən o siyonist, o faşist, siyonist, nasist bir ideologiya oldu İsrail o günə salan, Yahudiləri o izgoya çevirən. Və biz bu izgoyu dəstəkləyirik və biz bu izgoyu dəstəkləməyi, bu izgoyu özümüzə çətir seçmişik. Yəni biz bununla hara gedirik? Yəni bununla Azərbaycan xarici siyasəti, Trumpla və İsraillə bu iki müvəqqəti bir çətirlə Azərbaycan dövləti özünü çox böyük bir təhlükələrin üzünü üz-üzə qoyur. Çox böyük təhlükələrlə. Yəni bizim seçdiyimiz çətirlər səhvdir. Müəllimlər, siz özünüzü bəy demədiyiniz üçün mən sizə müraciət olaraq deyirəm.